Esselamu Aleyküm ve Rahmetullah ve Berekat. Hərbilərimiz hoş gəlirsiniz. Allah Teala elimizdən, uvamızdan razı olsun. Belə gözəl qardaşlarımız, belə gözəl asıqlarımız var. Allah birliği həmişə əlimizdən almasın. Bu dünya əlbəttə fani dünyadır. İnsanoğlu bu dünyaya gəlir. Amma Allah-u Teala yarın qiyamət dünyasında bizdən soruşacaq. Ey qulum, mən səni bu dünyaya yarattım. Sən nə etdin ey qulum? Allah'ım, hələm mən edəcəydim, ömrüm çatmadı. Allah hər birlərinizə uzun ömür versin. Bugün görürük insan ömrü də azalıb. Bugün daha 100 yaş hesab gedibdir, insan ömrü azdır. Allah hər birlərinizə bərəkət versin. Nə gözəl bu qardaşlar bugün buraya yığılıbdır. Yığılmada da məqsədimiz inşallah indi burada danışılacaq, biləcək. Yəni Allah'tan hər birlərinizə xeyir, bərəkət, dua arzulayıram. Sağ olun. Прошу прощения, всем встать, будет государственный гимн. Allah razı olsun. Ben birinci növbədə bütün hamınızı salamlayıram, hamınıza xoş gəlirsiniz deyirəm. Allah hər biriniz ailəmizdə gözəllik, qardaşlıq, birlik, deyər hansı bir ailədə mərfət, hörmət, qanacaq var, bu ailədə bərəkət də var, hər bir şeydə öz yerini tapır. Biz birinci növbədə Allah Qazaq millətindən razı olsun. Bunu göstərməli, biz minnətlərimizi bildirməli. Allah Qazaxstan torpağına vermişkən versin. Şükür Allah'ın böyüklüğüne biz burada öz öyümüz kimi, özümüzü başka bir yerde hiss eləmirik. Bunu qoruyub saxlamaq lazımdır. Ondan sonra da qardaşlarım, bugünkü gündə bizim məclisinin hamı fikirləşir ki, nədir, nə deyil. Hər ilin axırında azverlik cəmiyyəti millətinə, obasına yardım edən bir cəmiyyət açot verməlidir ki, nə işlər görür, nə işlər görəsidir, nədə səhvi var, nədə səhvi yoxdur. Ona çözülmüş ki, deyir, ağıl ağızdan üstündür. Büyük, şurada yer verəm Allah'ın gördüğündə ki, yığılmağa yerimiz var, ölmüzü birimizi salmağa yerimiz var. Bir il Allah qoysa, Allah'ın köməklərlə hakimiyyətdə kabinetimizi verdilər. Yəni ki, hər bir söhbətimiz oldu, hər bir millətlərin var idi, bizim də oldu. İndi bizim əsas məqsədimiz budur ki, burada yılan qardaşlarla bilək ki, nəyi düzələmirik, nəyi səhv edirik, yoxsa biri belə deyil, biri belə deyil. Biz azbirlik cəmiyyəti kimdir? Azbirlik cəmiyyətində oturan qardaşlar, hamısı. İndi kimsə kimisə, mən büyüküyündə burada kimisə oğlu yaxşıyam, kimisə qardaşı yaxşıyam, kimisə nəvəsiyəm, Allah hamısa can sağlıq versin. Heç kim bunu örgənmir, hardasa. Gərək praktika, teoriyada büyükündə yığılmağımız bir balaca bilən doğru gəlir. Görürsən ki, moderatorumuz uzmandır,
Allah can sağlığı versin ona. Açmışdı, geçişətdir. Bundan sonra bizim sevişenlerimiz olmalı Qaraşqı hakimiyyətdə, olmalı Dondurulbada, havasısa elə bir yolu. İndi mən deyərdim ki, bizim Rızvan qardaşımız söz verəcək, kimə söz verir, hamı öz fikrini bildirməlidir. Burada biz nə qayırmalıyıq keçişətdə, yəni ki, bizim məqsədimiz büyük budur. Allah hamıdan razı olsun. Hamı xoş gəlibdir bugünkü məclisimizə. Allah hamıdan razı olsun, gələn qardaşlardan, gəlməyən qardaşlardan da. Məqsəd, yəni Rasim qardaşımızın dediyi kimi, açot, ilin axırıdır, açot üçün olmuşuq. Burada ki, nə etmişik, nə eləmişik, elimizə nə qədər, nə boyda dəyərdə köməkliyimiz dəyəkdir. Allah hamımızdan razı olsun, sağ olun, var olun, canınız sağ olsun ki, siz də bizi poddерживать edirsiniz, yanımızdasınız. Kim bundan nə keçir, hamı öz köməkliyini el üçün göstərir, el üçün göndərir. Yəni, məqsəd budur ki, yəni gələcəkdə daha da üstünlüyü bərpa edək, daha da üstün iştirak eləməyə Allahımıza qismət eləsin. Bugün də məqsəd odur ki, mən ağsaqqalların sözlərinə qulaq asaq, ağsaqqalları işlək, qardaşları işlək, qıraqda, bucaqda elənən söhbətlərə son qoyaq və bu günlərin burada bütün söhbətlərimizi həll edək. Allah hamıza can sağlığı versin. İndi Bursun Mehdi qardaşımız sözünü desin. Yəqin ki, hər birinin sağ verirəm, hər birinin can sağlığı verirəm. Adam belə baxır, fəxr edir. Bax, budur qardaşlar, budur birlik, budur gözəllik. Belə olmalıyam. O ildə bir dəfə yox, ürəyimiz istədiyimiz vaxt belə yığılmalıdır. Azbirlik cəmiyyəti deyəndə artıq azbirlik 11 ildir fəaliyyətdədir. Yəni, azbirliyin nə tərif olduğunu da çox qardaşlar lap yaxından bilirlər. Nə vəziyyətdə, nə tərif olduğunu. Bizi qabalları, Gürcistan, Azərbaycanları bir bax, cəmiyyət kimi qəbullanmır. Bax, elə bir dövrdə biz doğrudan da irəli çıxdıq, 15-20 qardaş həqiqətdə bu cəmiyyəti yaradır. Və biz artıq bir cəmiyyət olaraq, bir toplum olaraq qəbullandıq. Qəbullanmırlar. Çox mübahisələr, çox söhbətlər, çox sporlar, çox nə bilim mən, nələr, axırda artıq bizi qəbullandılar. Çünki, bax, biz belə qardaşlar. Azbirlik deyəndə, bax, bizim elə sözün özündən də bəllidir ki, Azərbaycan bir adam deyirsə, mən Azərbaycanlıyam, istəyir o Afrikadan olsun, istəyir Amerikadan olsun, hardan olursa olsun, o bizim qardaşımızdır, o bizim canımız yanımız. Bizim həmişə də lozumumuz bu olur. Adətən, bax, fikir verirəm, azbirlik qalxsın, gəlsin, deyəndə, toyda əgər bizdən 3 nəfər iştirak edirsə, 3 nəfər çıxır. Bu, mənim üçün həmişə belə gülməli oldu ki, niyə azbirlik elə 3 nəfərdən, 5 nəfərdən mübarətdir ki? Bax, burada oturan qardaşlarım, hamısı bu birliyin üzvüdür. Ona görə də buradasın. Bu birliyin üzvü olmasanız burada nə işin olur? Bax, bu qardaşlığın bir üzvü də sizsiniz. Qardaşlığın timsalı, qardaşlığın nə varsa o qardaşlıq, hamısı sizlədir. Siz olmayandan sonra bu azbirliyi nə olursa fəaliyyətini edirəm. Azərbaycan birliyi, elə o demək ki, onun ətrafında bax, belə qardaşlar var. Allah hər birimizin canını sayılasın. Harada otururuq, dedikodu gedir. Azbirlik nə ayrı, niyə bölünürsünüz, niyə orada ayrı cəmiyyət var burada. Hayır, qoy, Allah hamıdan razı olsun. Zərrə qədər, elmə, obasına, millətinə, kimin ki dəyəri var, Allah ondan razı olsun. Biz hamı ilə əsləhliyidir. Heç kimdə də işimiz yoxdur. Kim nə iş görürsə, onu el görməlidir, el ona dəyər verməlidir. Yəni, 11 ildir fəaliyyətliyiz, elimiz üçün, obamız üçün. Nə bilim mən, kimə bizim köməyimiz lazımdırsa, biz həmişə orada oluruz. Bunu görən də var, görməyən də varsa, bilmirəm mən yəni. Bunu qruplar yaranıb, nə gözəl. Hər kəs fəaliyyətlər, el birliyi var, informasyonu var, az birlik var,
Nə bilim, mən indi qardaşlar qruplaşıb, orada bir qrup yanaşırdı. Allah canlarını sayırsın. Görürəm ki, hər biri iş görür, nə bilim, mən elinə, obasına, millətinə dəyər vermək üçün, yardım vermək üçün Allah canlarını sayırsın. Unutmamaq lazımdır. Hökumət səviyyəsində, hökumətimizin tərəfindən dəstəklənən, qəbullanan Azbirlik Cəmiyyətimiz bir qurumumuzdur. Və o quruma arxamızı söylə bilər. O quruma söykənə bilər. Biz təhsə ildə bir dəfə yox, biz hər cümə buradayıq. Bax, çox istəyərdim ki, cümə günlərdə bu qədər cəmaat olsun. O qədər qardaşlar var. Və imamımız qeyd elədi ki, ömür qısa, dünya fani. Yəni, Allah Teala deyir, bu dünyamızda cənnət edir. Allah onu deyir, gözəl yaşayın. Qoyun, gözəl evimiz olsun, gözəl maşınımız olsun, gözəl işimiz olsun, gözəl qazancımız olsun. Ancaq oranı da unutmayın. Ona görə də həftə bir dəfə, biz hər həftə buradayıq yəni. Gəlin qardaşlar, bax bu qardaşlığı, bu birliyi, bu gözəlliyi dəstəkləyək. Bugün yığılma səbəbimiz də odur ki, həm görülən işlər haqqında danışmaq, həm ümumiyyətlə elə ən azından heç olmasa həftə yığılmırıq. İldə bir dəfəsə bax belə yığılaq, böyük, ikinci ilin qardaş deyib, bir-birimizi bağrımıza basıb, ola bilsin biz nəyisə görə bildik. Ola bilsin biz deyirik, sinəmizə vuruq ki, biz 11 ildir gözəl işlər görmüşük, bunu eləmişik, onu eləmişik, onu eləmişik. Qayıdıq deyərlər, qardaş, düz eləyibsiniz, bax bu şeyimiz əksikdir. Bunu da eləsəniz daha yaxşı olar. Bu tərəfində baxın, bu işə də baxın. Nə bilim mən, yəni, bu qədər insan ağır-ağırdan üstündür deyim. Ola bilsin, mən görmədiyimi, bax, balaca qardaşımız görə bilər. Mən düz bildiyimi bu balaca qardaşımda əlaqəşim. Düzdür, danışırsan, amma belə olsa daha düzdür. Ona görə də, qardaşlar, biləsiniz ki, biz həmişə bir qurum olaraq, Azbirlik Cəmiyyəti olaraq, elimizin, obamızın, millətimizin, bax, bu qardaşlığın arxasındayıq. Allah heç kimə pis gün göstərməsin. Allah heç kimi dara salmasın. Allah heç kimin nəyəsə ehtiyacı olmasın. Ancaq bu qapı həmişə bizim açıqdır. Gələnə də bağrımıza basmışıq və çalışmışıq ki, Allah yenə deyirəm, problem verməsin. Əgər gələnin bir problemi olubsa, o problemi də çözməyə çalışmışıq. Əlimizdən gəldiyi qədər. Ona görə də, əziz qardaşlarım, əgər indi çıxış edən qardaşlar olacaktır, çox xahiş edərdim ki, bax, yenə deyirəm, orada-burada söhbətlər edirlər. Mən istəyərdim ki, bax, burada içərimizdən qardaşlar qalxsın, öz fikrini söyləsin, öz istəyini, öz arzusunu. Çünki biz elə bir toplumuq ki, hərənin öz qrubu var. Hərə haradasa kimləsə söhbət edir. Eşitdiyi söhbətləri var. Ola bilsin düzgün, ola bilsin yanlış, ola bilsin onun yanında söhbət olub, o əslini bilmir. Deyirlər, belədir, elədir, orada belədir. Deyir, vallah, bilmirəm, deyirsiniz, bilmirəm. Bax, elə bir söhbətlər varsa, onu da eşitmək istəyərdim. Bütün aramızda nə anlaşılmazlıq varsa, onu müzakirə eləyərdim. Yəni, yığılmaq səbəbimiz də budur. Hər kəs öz fikrini söyləsin, razı olmayan məqamlar varsa deyilsin, biz də aydınlıq gətirək. Allah canınızı sağ eləsin, Allah bu qardaşlığı, bu birliyi qorusun. Vallahi bununla fəxr edəm. Mən bir şeylə bütün cavanlara çatdırmaq istəyərdim ki, mən burada olan bütün nə qədər cavanlarımız varsa, səmimi qəlbdən ürəklə deyirəm, fəxr edirəm. Mən hər il gedib kənddə 3 ay qalırım. Bax, burada olan mərifət, oradakılar da bizim qardaşlarımız. Nə olursa olsun, burada olan cavanlarda, bax, aralarında olan mərifət, hörmət, bir-birlərindən də arada eşidirəm, dava-dalaş da olur, olmamalı. Çünki hamımız ağırlıyıq, hamımız hər şeyi görürük, artıq elə bir dünya gəlib ki, yəni, balaca uşağı anlatmaq olur. Ona görə də ağırlı davranmaq lazımdır. Arada az güc, orada-burada dava-dalaş olan məqamlar da var. Baxmayaraq orada, yenə mən sizin hər birinizdən fəxr edirəm. Allah sizlərdən razı olsun. Var olun, bax bu qardaşdır, bu gözəldir. Vallahi billahi burada. Allah canınızı sağ eləsin, hər birinizi görməyimə çox şad oldum. Mən istərdim ki, ildə bir dəfə yox,
elə ayda bir dəfə, 2 ayda bir dəfə bax bu qayda yığılaq, can deyək, can işlək, bir-birimizə öz fikrini söyləyək. Allah hər birimizdən razı olsun. Sağ olsun, qardaş, çox gözəl sözlər, çox gözəl çalamaşlar dediniz. Allah hamıdan razı olsun. Dursun İlqar qardaşımız da sevgilərini, fikirlərini millətimizə çatdırsın. Akşamınız xeyir olsun, aziz dostlar, Məndən qabaq deyilən sözlərin hamısı tamamilə dəqiq sözlərdir. Ki, bu cəmiyyət Rusdak yaranmıyor. Bu cəmiyyəti fundamenti buradan bir metr arada qurulub yaranan vaxtı buna elə bilirəm ki, Qaval xalqının cavanı da, yaşlısı da, hər bir nəsli hamı sevinirdi ki, nəsə bir şey olacaq. Allah'a çox şükür bu şeylər yarandı. Həqiqi də bu 11 il az ömür deyil. 11 il bundan qabaq o çətinlikləri yaşamışıq. Günlər bizim burada oturup bu isti yerdə. Ayağının altdan tiyoplu pol qızdırır ayağımızı. Bu prostatak deyil. Bunun 11 il ömrü var. Bunu yaradan oğlan var. Rasim müəllim, Allah cana sağlıq versin. Allah qazancını artıq eləsin. Nə eləyirsə eləyir. Arzusuydu, eləyir. Ola bilsin qəlbində onun indən sonra daha da çox arzuları var. Onu da yerinə yetirməsi üçün gərək birlikdə birlik lazımdır, cəmiyyətə birlik lazımdır. Bax sizi kimi, bax belə yığıncağa gəlmək lazımdır. Bu oğlanın ətrafına, bu cəmiyyətin ətrafına yığılmaq lazımdır. Poddeşka vermək lazımdır ki, Rasim və onun ətrafında olan bu qardaşlar tək deyil. Bizim sizi kimi, bax belə kütlə, bu qədər qüvvəmiz var. Bunu qoy hamı bilsin, bu cəmiyyətlərdə məsələn qruplara qoyulacaqdır, bu video çəkir. Bunu görən yaxşı, sağlam fikirli, qaballı oğlu ancaq fəxr eləyər, sevinər. Bu şeyləri görəndə, bizim bərabər bir yerdə olduğumuzu görəndə, qıraqdan baxıb o qədər bizə paxıllıq edən insanlar var ki, amma biz bir yerdə olsaq, heç vaxt, heç kəsdən bizə ziyan gəlməz. Ona görə məndən əvvəl deyilən Mehdi qardaşın bütün sözlərinə razıyam. Çünki 11 il az ömür deyildir. Bu 11 ildə çəkilən əziyyətlər, bu cəmiyyətin qurulmasında nə əziyyətlər çəkmişik, nələr görmüşük. Bunun şahidi olan qardaşlarımız da var, burada təhvil yox. Bunu da təkrarləməyə dəymir. Yəni, bu günlər yığılıb, ilin axırında sizi buraya dəvət etməkdən məqsəd də odur ki, yəni, istəyərdik ki, biləsiniz ki, belə bir cəmiyyət var, bir daha. Əgər sabahları hansı insan, kəndçimizin, burada olan qardaşların hansı bir problemi olarsa, hansı cəhətdən istəyərsə, müraciət etməyə heç vaxtı çətinlik çəkməsinlər. Bu cəmiyyətə gəlsinlər və burada elə biləm ki, onların açıq olan suallarına cavab tapılar. Allah rəsmi canı sağ eləsin, cəmiyyətli var olsun, elmi var olsun qardaşlar. Sağ olun, var olun. Sağ olun, qardaş. Kəndə deyməsən, güzel sözlərini, güzel çalamalıdır. Ramiz qardaş, mən neçə vaxt açmışından görürəm, siz buradasınız, tanışırsınız, yanımızdasınız, Allah canınıza sağlıq versin. Sizin də öyrə sözlərinizi işlək, sizə fikirlərinizə bulasın. Millətin axşamınız xeyir olsun. Hamımızı görməyə burada çox borcludur. Nə gözəl, belə məndən qabaq söyləyən qardaşlar gözəl sözlər söylədi. Mən də onlara borcluyam. Hamımızı da salamlayıram. Belə bir yığıncaq ağır vaxtlarda hələ bir olmamış. Bizdə yaz mərasimləri olur, o da vacibdir. Amma belə bir söyləşəniyə eləmək həqiqətən də lazımdır. Məsələn, ildə bir dəfə yox, məsələn, ayda bir dəfə, 2 ayda bir dəfə lazımdır. Nəyə görə? Ki, gün nəyə yığışır? Ki, olan nələr olubdur, nələr baş verirdi, nəyi müzakirə eləmək lazımdır. Bilirsiniz, yaz mərasimlərdə həqiqətən də yığışırsınız. Burada məsələn 50-60 adam var, 300-400 adam yığışır. Orada başqa söhbətlər edirsiniz.
Yəni, biz elə örgənmişik ki, siz də məni bağışlayın, elə bir ki, biz necə Quran bizə göydən düşüb, elə bir ki, ölülər üçün düşübdür. Biz də yaz mərasimlərində olanda ancaq Quran da düşübdür, bizim dirilər üçün düşübdür. Yəni, bəzi şeylərimizi qabaqcadan uşaqlarımız üçün, gənclərimiz üçün, gələcəklərimiz üçün oturub nəyisə müzakirə eləməliyik. Azbirlik cəmiyyəti yaranandan 12 ildir, neçə ildir? 11 il yaranıbdır. Mən hansıda biz bu cəmiyyətə bir 7-8 il olub yarıb gedirəm. Məsələn, siz Qaval əhli, o da Gürcüstan Azərbaycanları. Yəni, biz Azərbaycanlar deyəndə ki, hardansa seçmirik, hamımız Azərbaycanlıyıq. Yəni, yer kürəsinin hansı güşəsində olsa Azərbaycanlıyıq. Mən polisdənəm yəni. Mən özümü sizdən ayrı hesab etmirəm. Allah razı olsun, qardaşdır. Hamımız yerliyik. Qazaxstanda, qıraqda yaşayan, Azərbaycan qıraqda, ya Gürcistandan qırağında yaşayan Azərbaycanlar hamısı bir-birinə dayaq arka olmalıdır. Biz hamımız qardaşıq. Qardaşlıq həmişə qıraqda görülür. Öz vətənində olmasa da, qıraqda olanda həmişə qardaşlıq görülür. Buna görə də Azərbaycan azbirlik deyəndə, yəni biz bir olmalıyıq. Bax, mən sizə deyim, bizim məsələ nə qədər cəmiyyətimiz var. Azərbaycan diasporası var, azbirlik var. Azərbaycan, Almatı şəhərinin diasporası var. Ondan sonra Gürcüstan Azərbaycanları diasporası Respublika üzərində o da var. Yəni, Rasim qardaşımız sağ olsun, gördüyü işlərə görə. Bu da gözəl işlər görür. Süleyman qardaşımız da gözəl işlər görür, görsün. Azərbaycan diaspora Respublika üzrə görsün, onlar da bizim qardaşlarımızdır. Amma o ki, ayrı-ayrılıqda iş görürük. Bir-birimizin nəyəsə geri dartırıq. Bu düzgün eləmir, o eləmir. Bizim də yəni ki, mən də istəyərdim ki, elədiyimiz şeyləri hamısını əlaqəli eləsək daha gözəl olar. Daha böyük olar, maşrabı böyük olar. Respublika üzründə, şəhər üzründə daha da bizi tanıyalım. Ona görə bizim bugünkü günü buraya yığışdığımız mesajı da o qardaşlara göndəririk ki, yəni ki, gəlin bir yerdə bərabər işit görək. Yəni, bir-birimizin arxamızla söyləməyək, ayağımızdan geri dartmayaq. Kim nə görürsə, gəlin millət üstüyük. Elə bizim yığıldığımızın birliyi də millət üstü elədiyimiz işlərdir, yəni. Şimdi millətin gələcəyi üçün, yəni, burada. Yəni, biz bu günləri burada yaşayırıqsa da, sabah da inşallah burada yaşayacaq. Daimlər ki, ya burada daha köçüb geri gedəsi görürük ki, qardaşlar. Yəni, bugünkü günün də səbəb odur ki, müzakirə eləyək, hər kəs öz fikrini söyləsin, nə əksikdir, nə eləmək lazımdır. Ona görə də sonra, məsələ, bəyək də deyirlər ki, burada oturanda o deyirlər, nakuxni qavariyat, eşiyə çıxanda söz demirlər yəni. Yəni, nə varsa da burada hamı söhbət açıq demək lazım. Çox sağ olun, Allah razı olsun. Çox sağ olun. Sağ olun. Allah razı olsun, qardaşım, çox sağ olun, sözlər bölmək, kəlamlar işlətimiz. Bir başqa saqqalımızdan, Al-Babadan, onun sözlərindən də qalırsa, saqqallarımızdan. Allah canlı sağ eləsin. Bugünkü gündə mən çox şadam ki, Qabal cəmiyyətinin aramızda da əvvəlki Azərbaycanlı, Gürcüstanlı fərqimiz yoxdur. Hamımız elə olur, hamımız qardaş. Mən yəqin ki, yaş burada bəlkə də hamıdan böyük ola bilər. Allah hamımızı qorusun yarı. Allah hamımızı can sağlığı olsun. Mən necə onu bilirəm ki, bizim o ən ağır günümüzdə bu cəmiyyətimiz bizə arxa tərəf olur. Allah nə Rasimin canına sağ eləsin, bu təşkilatı təşkil edən, bu cəmiyyəti quraşdıran Sanat Rasimdə, sana dayaq olan bütün qardaşları mən minnətdarlığımı bildirirəm ki, bizim elimizin belə bir oğlanları var, belə bir cəmiyyətimiz var. Üzünüz ağ olsun, Allah sizləri qorusun, ya Rəbbim. Bir-birinizə də dayaq olun, bir-birinizə arxa olun ki, bu qərib eldə hiss olunmayaq ki, biz tənhayıq. Yəni, hamımız bir-birizə qardaşıq, dostlar. Daimən bir-birizə bağlıdır. Allah sizi şirin eləsin, tutduğunuz işlərə də mən sizə həmişə uğurlar arzulayım. Allah sağ olun, var olun, hoşça olun. Mən deyərdim ki, kim sözünü? Kimin genə ürək sözləri var, yəni ki, hamı müraciət edə bilər, sözünü dəyərlər, Allah hamıza razı olsun, hamıza can sağlıq, gözəllik.
Buyursunlar, o tərəfdən başlayalaq, saqqallarımız böyle hələ Var, saqqallarımız. İşte, Temur baba, sen gör. Var. Başımız olsun. Dediler, tükençiler, onunla. Allah razı olsun. Bunun da özdelik cenneti olarak bir güzel yani tebrik ederim. Allah ömür versin. Biz ne kadar varıq, bu özdelik cenneti olur. Allah razı olsun. Yerimizden, milletimizden de böyle hamımız razıyıq. Her bir şəklimiz olsa kömək yardımcıdır. Hamı gözəl millətimiz var. Allah yerimizi var eləsin. Rasim qardaş da sağ olsun. Nə kömək lazım olanda, müraciət olanda köməkliyini edir. Əslində. Sağ olun. Allah razı olsun. Geçin göre aksakallı siz de. Sağ olun, akşamınız hayırlı olsun. Valla ne diyeyim, bana da güzel sohbetler ediyoruz. Ben çok razıyım, bir olsak daha güzel olur. Aksakal, Allah sizlerle değil, sözünüzü deyin daha da. Yani Daha da bir yerde açıklayın. olsam, şimdi bu efendimiz kardeşimizde dedi, belki kardeşimizin tiplerden canlar sağ olsun. Orada o cemiyet, bu cemiyetiyle ayrı ayrı olmaktan bir olmak yapmıştı. Ben rahmetli yapan değil, ben çok hatırlayayım. Kel değil, tekelden sen çıkıyor, kelden sen çıkıyor. Kel lafı bizi yiyor. Ben dediğim nedir? Bir olsak daha mümkün olarak, daha yaşlı olarak, daha memnun olarak, daha çok var. Allah yerimiz var eləsin, bütün azar kardeşlerimizi duyuyor. Allah razı olsun. Sizin bu sözünüzden de bir söz diyeceğim. Allah elimizden, obamızdan razı olsun. Burada biz hiç kimi seçmemiştik ya. 136 adam çağırmıştı. Yani gelen de sağ olsun, gelmeyen de. Süleyman kardeşimiz de, Rafik kardeşimiz, hamıya zengin olubdur. Rizvan Aliyev işte. Biz onu hiç seçki koymamışıq. İstəyir 50 dənə cəmiyyət olsun. Elinə obasına yardım edən oğlanlar. Mən nə demişim, həmişə deyirəm də. Meydan da buradadır, birliğimiz de buradadır, Kur'an'ımız da buradadır. Öyle yığıldığımız şey de burada güzelliktir ki Allah'ın ətəyində. Allah adamın başına taş salar. Bizdə ola biz yefəsi açmadıq. Əmək ki, açılırsam, canın sağ olsun, daha da burada olmalısam, biz, bak ya Allah hamdan razı olsun. Bunu korumak lazımdır. Bu da güzel, biz kiməsə daş atmırıq, kiməsə badak vurmuruq. Yani ki, sənin sözünü atırım, bak Allah canı el olmaq lazım. Yas yerine bir elini yığılırıqsa, bunun hamısına bir elini yığılır. Ay bak. Ben dediğim odur, biz birbirimizi sevmeliyiz. Allah razı olsun. Öğrenci İsmail Süleymanov'la demək istəyirdim, aksakalımız. Öz fikrini ötürsün, öz sözünü ötürsün. Buradan başlayırıq, belə gedirik de hamı deməli değil, hamı öz fikrini ötürməli. Akşamımız hayır olsun. Hamımız hoş gelmişiz. Allah razı olsun. Bu güzel binaya, güzel meclise. Ben de bunun taraf yaşayan ki bir olsun. Ben de bilmem hamısından hamısından birincisi. Belki o boyda adamın ötüsünü anlaşabilmeyeceğim. Hamısından birinci belki de adı koyulmamıştı. Bu cemiyetiydi. Bugünkü bu akıl iştirak eden bu cemiyetiydi. Sonra ne bir söz söhbət etti. Hala o bizi işler olanda biraz söz söhbət etti. Her falan kadar bilmiyorum. Senin keçir onu da biraz danışım ben. Her falan kadar pul yığıldı, ne vardı. Asıl o pullar hiç de kurulmazdı. İnsanın yüreğinde olmasa, gözlerinde olmasa o pullar, 40.000 dolar pullar hiç de kurulmur. Ben bu anda sonra gördüm biri ağırlaşıldı, bu ağırlaşıldı. Ben de ki hardan savşini gelir, kimese hara kömək lazımdır. Ben hiç oldu, adlarını da bilmirdim. Hardan gelir buraya sağlardım, buraya sağlardım. Ben bilmirdim ki bu il birliği ayrıdır, halk birliği ayrıdır. Neden olmamalı? Bir tane balaca kendi uçtuğu yerine bölünür. Allah razı olsun. Gel hamımız kulaq asan birbirimize hürmet koyalım. Sen biraz da
hazırlığı gələrdim, mən olur. Sağ Yox, sözümüzü demək lazımdır. Allah razı olsun. Hamınız xoş gəlirsiniz. Əsas da məqsəd odur. Qardaş dedilər ki, biz var bu məclis olacaq. Bizdən sonra da bizim balalarımıza atlayacaq, onlara atlayacaq. Daha da yüksək olacaq. Sağ olun. Burada da əsas məqsəd budur ki, həqiqəti demək, fikrini bildirməkdir. Sonra gələk, axsaqqalımız da deyir. Ne görəm bir axsaqqal. Öz fikrini, öz axsaqqallığını. Mən eşitdim sizin söhbətlərinizin hamısını. Çox sağ olun, çox gözəl söhbətlər elədiniz. Hamısına o söhbətləri sözlər qüvvət vermək lazımdır. Əlbir olmaq lazımdır, deyiləni eşitmək lazımdır. Bir-birimizə arxa durmaq lazımdır. Düz deyirsiniz, hamısı. Biz eləməsək, bizdən olanlar eləməyəcək, nəvələrimiz heç eləməyəcək. Biz eləməliyik ki, bizim nəvələrimiz eləsin. Allah razı olsun. Sağ olun, var olun, Allah canınıza can sağ versin. Laf yaxşı söhbətlər elədim. Sağ olun. Görək nə deyir? Mamedov Hasan. Sen de bizim yönetmenimiz. Hamı bir söz öz fikrini bildirəcəkdir. Ama hoş geldiniz, ama getirsiniz. Bilen sözler, güzel sözlerdir. Bu başka söhbətdir ve bunun aile olmamalıdır. Bunu aile olmamak için de birinci bu cemiyet emene geldi, sonra aile emene geldi. Sabah başkası emene geldi, öyle şey olmaz abi. Tam bir yerde olmalı, bir yerde yıkılmalıyız. Onda ölümsüz ağır yer var. Onların ölülerini bile koymuyor, bizim ölüyü de oraya koymuyor. Allah eləməz. Mesela şu deyilde bu ayrılık demektir. Ayrılık bir olmak lazım. Bir O olur. ayrılık yeri olur da onu gerek buraya hiç mi koymuyor? Bunlar öyle şunu açın, ikisinden bunlar ayrı. Belki bir gene fikir, beş yerde fikir. Ama bir yerde olmalı. Can sağlar diyelim, hamız hoş geldiniz. Güzel. Bir sözlerle. Bak bir şey vereceğim. Bak elədir, söhbət düşdü. Bak biləsiniz ki, bizi bilənlər var, bilmənlər var. İndi ayrılıq deyirik, birlik deyirik. Bizim ömrü boyu lozungumuz qardaşlığa birliyə çağırmalıdır. Atayurt cəmiyyətini də vallahi, billahi, tallahi əlimizdə balta biz qurmuşuq. Biz dəstəkləmişik. Olan qardaşlar bilirlər, Süleymanı çağırdıq ora, bizim Beşidə. Dedik ki, bizim Respublika üzrə açılan cəmiyyətin 10 min qaballıq bunu dəstəkləyirik. Bu yetmədi. Səfirin qabağına getdik. Namaz qardaşımız yox burada. Səfirin qabağında qalıqdım, mən səfirlə qardaşım deyə. Dedim ki, biz... Sən onu dedim, Rəşad Məmmədov. Hə. Dedim, bizim kandidatımız Süleyman. Biz Respublika cəmiyyətə, biz 10 minə qabaqlıyıq burada. Biz Süleyman dəstək. Tamam, evet. Yəni, qardaşım, Duruşmada yadın sağ olun. Vallahi, billahi çiğimizdə balta getdik. Məcazi məndir. Hamının da spor elədik, hamının da söz güləşdirdik, dedik qardaşım. Biz birinci o biri cəmiyyətin yerindən, Aybazın yerində seçilərdi. Qəhrəman olası yox, biz Süleymanı dəstəklədik, Süleyman oldu. Sonra onlar üzərində oyun oynadılar, qəhrəman seçdilər. Sonra yenə namaz, bax, Allah şahid, ustağı bütün namaz, yenə axırıncı dəqiqəsində ki, biz yanında durmuş. Quruluf. Sonra biz yığıncaq elədik. Deyir ki, mənim zamım Mehdi olsun. Aya deyirəm, ay qardaşım, bax, sən nə deyirmiş? Dedim, biz gəlmiş, yenə sənin yanındayım. Ancaq mən Azbebik qurumu var, mən o qurumdayam ki, 9 ildir oradayam. Mən nə tərində oradan buraya gəlib sənin yanında elə bir şey mi olar ki? Biz yenə qardaşıq, biz yenə biriyik, biz yenə sənin yanındayım. Bax, sən knopki basar kimi qaça-qaça gəldi sənin yanına. Yəni, nə lazım olsa biz Azbebik yenə sənin arxandadır, yenə sənin yanında. Sonradan nə elədilər, özləri elədilər, qardaş. Bax, bugün də bu məclisə dəvət olunur. Gəl, əgər deyiləsi sözün varsa, gəl deyinə. Mən bu qardaşlardan bu şeyə görə narazıyam. Gəldi ayrı
Eyvallah, Allah canını sağ eləsin. Biz yenə deyirəm, elimiz üçün, əgər biz Allah rızasına çalışmırıq, elimiz üçün, millətimiz üçün çalışmırıq, bizə nə fərqi var? El üçün, millət üçün çalışan hər qardaşın yanındayıq. Yəni, nə elədlərsə özləri elədilər, bu da belə bilirsin. İndi oradan, buradan çamur atmaq nə lazımdır? Deyiləsi söz varsa, biz buradayıq. Allah hər birinin canı sələsin. Və burada deyiləsi sözü olan qardaşlar qalxıb tərif eləmək üçün yox. Allah hamımızdan razı olsun. Qalxıb doğrudan da deyiləsi sözü varsa, xoşuna gəlməyən bir məqam varsa, çatmayan bir məqam varsa, doğrudan biz özümüz görə bilmədiyimiz bir məqam varsa demək. Yoxsa söz verir, Allah razı olsun, azbirlikdən sağ olun, var olun. Allah hər birinizdən razı olsun. Məqsədimiz də odur. Heç nə olmasa belə, vallahi Allah bax, bu kütlüyü, bu qardaşlığı, bu birliyi bizim əlimizdə razı olsun. Bu gözəlliyə baxır adam fəxr edir. Bunun özü böyük bir gözəllik. Allah canımız sağ olsun. Yəni biz həmişə birliyin arasında. Buyurun qardaşlar, sözü olan, söhbəti olan, ürək sözlərindən. Görək Maqar qardaşımıza dəqiqə. Maqar ibad olun. Allah razı olsun. Axşamınız xeyir olsun. Vallahi mən belə baxdım, çox şad oldum. Az belə bu, nə də elə belə gəlib, bugünkü günə elə belə çıxmırdı. Bu çox çətinliklə gəldi bugünkü günə, bugün ucu hazırdır. Hamımız, конечно, belə baxırıq, şad olun. Mən fəxr edirəm, həqiqətən fəxr edirəm. Bugün baxıram belə, deyirəm ki, min şükür. Bizim həqiqətən Qabalın elə bir gözəl, bəlkə bizim Qabalda olan bu şirinlik bəşari yerdə heç bizim rəhmətə gedənlərimiz olur, hamımız burada, bütün dörtkənd elə bil ki, görüşürük burada. Nə deyim mən? Mən çox razıyam, fəxr edirəm. Hamınız sağ olun, hamınız var olun. Allah razı olsun. Qardaşım, deyil. Yəni, səhvimiz də deyil. Yəni ki, düz eləmədiyimiz də deyil. Yarımız şartdır. Bizə elə bir sədiyyə Bu qardaşım güzel sözlər deyildi, vallahi. Nə deyiriz, indi biz deyir, heç nə qalmadı. Mən bu qruplar haqqında biraz demək istəyirəm. Yardım yığırıq. O yardımı, məsələn, yığırıq, tapşırırıq yəsinə. Bu yaxınlarda bizim bir qardaş operasiya oldu, ürəyi dəyişdirir. Bunu heç kəs bilmir güya. Bəlkə də bilirlər. Yox, biz bilirik. Bilirsiniz. Keçən cuma orada o barədə mən zəng elədim. Biz gəldim, ortaya yaz düşdüyünə görə neyləmədik. Hə. Rafiqə zəng elədim, dedim belə, dedi, qoy bunu yola verək, araya salarıq. Bir-iki ayrılanlara premoy zəng elədim, qrupuya tuturlamamışam bu sözü. Görürəm, deyir ki, o deyir, ortaya çıxmır, deyir, biz ona nə yardım düşür? Kim deyir onu? Demirəm. Astagfirullah. Onu kim deyirsə, söz verir. Niyə Bakıdan, Azərbaycandan? Niyə demişəm? Yolsuz gəlirlər, hamısına yardımımızı edirik. Varır, gedirlər. Hələ üstəlik aparıb Bakıda cirdən $300 xarç da qoymuşuz. Orada yesin yenə xarçlasın. Amma bu yazıq cavanın ürəyi dəyişir, ona düşmür, eləm yardım. Yardım şu var, o işin içində nə var? Nə tərbiyə insanın başına salın. Oğlan hələ kəndədir, ortaya səs kullanmışdı, çəkiliş göndərilmişdi. Orada söhbət olunur ki, doktorlar deyir ki, bu söhbətdir. Eləmirsiniz, bizim statımızı aşağı salsın. Çünki ürəyi biz özümüzdən qoymuşuq. Çıxandan sonra, öyünə, izdavat verəndən sonra, sağlamlığını bərpa edəndən sonra deyir, ondan sonra nə edirsiniz, Allah işinizi onu diləsin. Hələ ki, yardım lazım deyil, yəni ki, o tərəfdən. Belə ailəyə yardım eləmək istəyirsə də, o tamam başqadır. Amma oğlanın özünə hələ ki, dövlət səviyyəsində yardım istəmirlər. Deyirlər ki, yardım lazım deyil. Çünki ürək tam sərbəst formada, pulsuz, parasız dövlətin hesabından deyil. İndi sən bunu deyirlər, Allah razı olsun. Sən bir şeyi nə bilərsən ki, bax bu azbirlik qapısını ki də tıkıladıb gəlib, buradan boş qaydır. Yox, hamısı cild olur. Bax, onun üçün də sən özün də azbirlik cəmiyyətin üzvüsən. Sən onun üçün də bizim lozungumuz nədir və nəyə görə gün yığılmışıq, ey buraya? Hər bir şey,
birinci növbədə burada olmalıdır. Burada olubdur, bu 11 ildə oldu. Uca 15 il demək olar, 3 ildə tikiniş gedir. Allah bizim qardaş var, Mehdidən o necə ayaqdan çıxardan böyle. 3 il tikiniş getdi burada. 3 ildə o adam hər sabah gəlir dəyərli Pereşkovuz deyir, nə boyu çörək lazım. Akif qardaşımız. Şimdi, yani ki, o adamı yerdən çıxartmaq olar mı? Xeyr. Yani sadece deməyəm olur. Bak düz deyirsən, gəlmək deməklə, biz de onu istəyirik ki, nə zəvqimiz var. Ona göre ki, ağıl-ağıldan üstündür. Geçişətlə biz bunu yönləndirəcəyik. İndi görə moderatorumuz yoktur, bu yoktur. Geçişik daha da biz indi səvişənləri dondurub ona keçirəcəyik. İndi orada sığınmır. Ne yani ki, 50 nəfər çıxır. Katalog 30-40 adam oldu. Dedik, yerimiz obamız gələcək, burada indi var harası bir 60-70 nəfər. Daha da çok olsun. Bak onca derim, değinen düzü fikrini bildirək, daha da açıqlar. Ne demək istəyirsən? Şimdi gruplar sokağı vallahi var eləsin, 5-10 grup olur. Saapşiniyalar hey gelir. Olmaz mı kimde onların başçısında bizce saapşiniya gelsin, mesela kim bıraktı saapşiniya diye o gelsin. Başkadan oraya sözü bırakmasın. Olmaz mı elə? Onu fikirləşək. Aynı zamanda. Eğer boşta Pazara gelirəm mesela söylədim Rasim qardaşdır, Mehdi qardaşdır, Filzar qardaşdır, kimsə də nəsə pul göndərsin, material almağa. Tap-tap çapşıyla gəlir, ay mən kənddən alım, mən qayınəm, yoldaşı alım, onun dibinə su, nətər, şu an haqla çəkim, bir dəfə onun üstə arşını tutdu, bərəmin pis nələr göndərdim, o da nizamın arşını tutdu. Mən nizamı veriləməmişdim. Ben bu şeyler neye lazımdır? Ben daha bir marşada bana lazımdır ki kimse de pulu göndersin. Dəqiqə başıma telefonu qaldırıram, baxıram. Gecə saat 2-də sapşin yazdılar ki, ben kəndə nə tərə gedim, nə tərə düşüm. Nə tərə gedərsin? Nizamiyyət zəng edirəm, ona zəng edirəm, ona zəng edirəm. Ay, Allah razı olsun qardaş. Yersiz şeyler gəlin baxaq. Valla başım. Oldu. Hatta bu saat 6'dan sonra adil gruplar ona zakırta koysun. Başka adamlar girmesin. O sözü mücadelesi. Oldu da. Eşitliğim mi? Sağ ol. Sabah bu değil. Oldu. Allah razı olsun. Sağ ol. Sağ olun var. Göre cavanlar da Heydar da verir. Kaydar da. Ne göre? Abi kimi dinlesin. Gel hamımıza hürmet var birimize. Vallahi burada böyük kişi yani hamımız əmilərdir, dayılardır, kardeşlerdir. Kimse dərdə güzellik vallahi bu. Bu şeyler de bu büyüyüşü de biraz belki güzelliktir, kardeşliktir. Öz Allah'ın evindiği. Birimize saygı var, hürmet var. Fərqi yoktur. Bu ne? Kardeşçi, bunun kulu var, bunun yoksa da ben bağışlayayım. Ben öz fikrimi deyirəm. Ben güzellik bunda bilmem. Bəli, elə mən də sözümə gətirirdim. Əsas hörmətdir, bir-birimizə hörmət edilsək daha da yaxşı olur, daha da güzel olur. Ancaq deyirəm, el gücü sel gücüdür. Hər bir olsaq daha da yaxşı olur, daha da qəşəng olur, bir-birimizə qulaq assaq. Allah hamıcan sağlık versin. Bütün sözlərə də qatılaram, sağ olun. Sağ olun, sağ olun. Ne kadar devam et. Değerli sen değil. Yani şey, kimin söyleyip yüzünü değil, səhvimiz değil. Daha da yardımcı çağırır. Təkliflər də verir. Bəli. Hayır kardeşler, sen canan sana Allah canına sağlık versin. Fikirli değil, bak yani neye göre, her bir tarafa gelir. Allah canına sağlık versin. Burada en kadar kabalı yaşıyor. Allah her bir aksakalların canınıza versin. Bir hamımız burada oturan evlerin, dayıların, İtorta oğlanları sizi yaşlar. Neveleri var. Neye göre her bir tarafa gelir, neye göre? Bak sebebi varsa onu o cəmiyyətin sahibi etsin, bir de Yani birincisi aşağımız xeyir olsun, hamımız sağlayıram. Ben Özcalan kimi siz böylər dinləyirəm. Təbii ki, mən də sizi dəstəkləyirəm ki, bir olmaq lazımdır, birlik, qardaşlıq. Bu həmişə qardaş dediği kimi el gücü, sel gücüdür. Bir olmaq lazımdır. Başqa nələrlərə mən sizi dinləyirəm. Birliyi dəstəkləyirəm. Sağ olun. Allah razı olsun. Şimdi koy buradan başlatıyor, Yaman Mehmet'in. Bu anlamda böyle gider, sonra geri döner. Evet. Hamımızın akşamımız xeyir olsun. Hoş gördük, hoş görüşürüz. Arkadaşlar sağdan sola, soldan sağa kulak asın. Praktik olarak en şeydir. Hamımız değil. Sağ ol, var olun. Öğrenciler sağ olsunlar. 10 ilde, 11 ilde bundan qabaq bu təşkilat yarandı. Təşkilatın yaranmasında da
azdan, gücdən hər bir adamın zərrə qədər olsa rəhməti keçdi. Təkliflər belə olmalıdır. Qardaş, bizim balaca bir kəndimiz var. Təxminən 10 min əhalisi var. Yəni bunu bəlkə qardaş deyir, nizamı deyir, hansı qrupdur? Bir qrup belə yazır, bir qrup belə yazır. Eyni şeyi bütün qruplarda da eyni problem yaşanır. Birincisi, Kürt milləti nə qədər olar burada Qazaxstanda? Olar çox. Bizdən 5 milyon var mı? Az. Neçə cəmiyyətlər? Milyon olmaz, bizdən çoxdur. Yox, 4-5 milyon var. Yox, 100 milyonla da olmaz. 2000 deyil. Yəni əlaqələrimiz var da, 100 min. Bir dənə təşkilatın başında toplanılır. O birisi millətlər, hamısı bir dənə təşkilatın... Bir dəqiqə. Biz, başa düşmürəm, 10 min əhali, bu nə qədər 1000 dənə ailə var mı? Belə primerlə deyil. 10 min olsun. 10 min əhali, biz niyə bölünməliyik? Biz niyə bu qədər qrup olmalıyıq? Valla bir neçə qrup var. Uca səslərini almışam ki, məcbur olsan söndürəsən. Yəni olmazmı bu qrupların, lokovatorlar orada, qrupların üstündə administrator var. Bunları təşkil edib, yığılan məbləğdirmi, yardımdırmı, hamısını bir yerə akkumulovat edib, bir addan qabal Almatıda yaşayan qabalların adından. Bax, bu yaxından sağ olun var, onun azberlik başqa cür yardım paylaşır. Kəndlilik gördüm. O birisi cəmiyyət başqa cür paylaşır. Ya qardaş, bunun hamısını bir yerə yığaq, bir dənə gəl bu təşkilatların üstündə bir dənə ali bir təşkilat yardım bunda. Elə zəviyyətli yox, bax elə danış ondan danışlar. Bax, bu vardı, Allah sana sağlasın, Dair Süleyman dairesi. Burada azbirlikdir, birinci azbirlik yarandı. Ondan sonra o birisi indi, grafik da, hamımız birimizin qohum qardaşı. Bax, keçən dəfə çıxdım qrupdan, ay qrupdan ne çıxırsan belə, var da, yeni gelsən də, indi seçilmək istəmirsən kənddən. Bir də informasyon xarakterdə bu qrup yaxşı şeydir. Ölümümüzü, dirimizi, xeyrimizi, şərimizi informasiya alır. Tez bir zamanda gəlib bizi yardım edirik. Materyal yox ki, mənəvi yardım edirik. Özcə ölüyor olsun, diriyir olsun, buraya yığılmaq üçün. Birdən sabşin oldu, hamımız gəlir qardaş. Yəni, bu nə tələb olar ki, bu cəmaat bölünə getməsin. Yəni, bəyəkdən 1 ildir, 2 oldu, 2-4 oldu. Kvadrat mı bölünə gedirik? Yəni, bu məntiqsiz bir şeydir. Bu mənim fikrimdir. Qalanlar hər kim deməlidir. Fikir söyləyək. Yəni, havlaqadan sənəməyə bir-birimizə o heç, şükür Allaha. Yəni işte, bugünkü gündə çox böyük işlər görürük. Bax, burada bu 50 adam, 70 adam görür, bunun öz böyük bir cinayətidir. Yəni işte, bu işlər üçün hamıza təşəkkür edirəm. Gəldiyiniz, yıldığınız üçün hamıza təşəkkür edirəm. Görüşməyimiz üçün gözəl bir, elə bir ki, şərait yaradır. Amma fikirləşmək lazımdır bu şey ki, neyiniyək ki, bu bölünməni tərsine çevirir. Bu grupların üstündə bəlkə bir dənə komitet mi yaradaq, bəlkə bir meyli qardaşda fikirləşsin bu barədə. Belə bir organizasiya yaradaq ki, yenə olsun bu təşkilatlar hamısı. Amma akkumulovat edək, rəyasət heyət mi deyək buna, bir dənə sovet mi deyək, hər qrupdan qardaş 2 nəfər, az birlikdən 2 nəfər geçsin oraya. Atayurtdan 2 nəfər gəlsin, o birisi bir qrup varsa oradan 2 nəfər gəlsin, rəyasət heyəti yadır, Qabal cəmiyyətinin ali soveti kimi. Yığılan məbləğimiz də gözə çarpsın. Valla gözə çarpmır. Qabalın, mən 2 ay küntdə qaldım, arzu ayarım, sən də qaldım. Yəni, niyə gedir az birlik başqa, baxdım hamısına da şükür Allaha, canları sağ olsun, qazancını artıq eləsin, yardım edinlərdir. Amma bir əhədə olsa bu maştablı olar. Gözü görüklər. Ben fikrim bu. Allah razı olsun. Çok düz desene, indi o da biz fikirləşdən fikirləşdik. O çadır mən indi burada dəvət olunmuşdu hamısı. Ki bax sənin sözünə. Olmuşdular. Yəni insanlara sağ olsun. Sosial kimi bildik. Allah razı olsun. Allah ömür versin. Görək bayram qardaşımızda deyir. Bizə də var, qadan alırsan. Bundan da bir sözü Ermanın Kamil. Mən onu bəyət edim, Asəfbar kimi danışdım. Bəlkə də mən hamını düzgün başa sala bilmədim. Allah hamımızı bir daha deyirəm, qorusun, ya Rəbb.
Bizim dar günümüz oldu. Dar günümüzde o dediğiniz 4 tane, 5 tane cemiyet olsun. Bu da ne var gizlenmiş? Ölümüz öləndə ayrı yerə nəql bizim xalq. Yoxsa imenlə bura gəlmədik ki. Mən bilirəm bunu, yerə duymalı. Yoxsa ayrı, bəlkə mən bilmirəm. Yəni cəmiyyətə gəlmir. Yəni ölümüz öləndə biz bura mı yığılırıq? Bizim kəndimiz deyək də, evimiz bura gəlir. Yoxsa o cəmiyyətlərə də gedirlərmi? Ayrı yerdə yenə belə yığınca olur mu ölü yerində? Çünki mən bilmirəm, siz mənə başa düşmüşdünüz. Yoxsa elə böyük. Siz gözəl başa Yəni onlar nə ayrı? Ağlayan günümüzdə onun zorunda buraya yığılır. O yerində də ayrı yerdə də qaldı iş görür. Nəyə lazım? Bir qrup olsun da qardaş, mən bilmirəm hara yol yasam bunu. Ya el birliyindən gəlir, ya informasiyon gəlir. Valla mən üzü üstünüm hər birinizin qarşısında və çoxlardan soruşma qəzəndə rəhmət edim. Mən bezirəm, baxma, ata. Sənin o rəhmət edim. Mən ne? O qohum qardaşa dedim, qırqımla qəbər edeyim. Bilmirəm, adam bezir, adam dör, bu el birliyi, o az cəmiyyət, o petro cəmiyyət, qadiya cəmiyyət olmaz axıda. Gəlin şəkşi bir yeri bilək, da dedim. Mən yenə deyirəm, ölümüz önündə buraya yığılıq, ama iş görməyə ayrı yerlərdə qalır. Nəyə qalır? Bak bir şey bilmədən çox var. O deyilən qruplar var. O gruplar yine az birlik tərəfindən yaratılır. Əlbəttə ki. Ya sizdən görmədiniz. Az birlik tərəfindən yaratılan qruplar. Qrupu yaratdıq mı? Başladı fəaliyyət göstərir. Sonra qərar verildi ki, artıq az birliyin öz nəzdində olacaq qruppa, informasyonlu qruppa olacaq, başqa bütün qrupların fəaliyyətini dirəndirsin. Eyni adamlar da hədd dediyimiz kimi. Eyni adamlar burada. Dirəndirmədi. İndi mənə çox maraqlıdır. Bir insan olarak, hər birimizə də maraqlıdır. Bax, sən mənim telefonumu deyirsən ki, qoy, yığ, sən pul yığılsın. Sonra deyirsən ki, ayrı, daha fəaliyyəti dirəndir, biz ayrı bir telefon qoyuruq. Mən bunu dirəndirməliyəm, dirəndirməliyəm. Mənim sualım var, deyirəm, dirəndirməliyəm, dirəndirməliyəm. Kim deyir onu dirəndir? Sen benim telefonumu koyursan, deyirsən, qoy sana pul yığılsın. Sonra günlərin bir gün deyirsən, Allah canını sağ eləsin, nə elədim? Sağ ol, artıq ayrı biz telefon qoyuruq biz. Mən bunu dirəndirməliyəm, fəaliyyətimi dirəndirməliyəm. Yox, dirəndirməliyəm. Yox, dirəndirməliyəm. Özüm, onu görə dirəndirməliyəm. Başa düşmədi. Sən məni başa düşmədin. Bax, sən bir qurumsan, bax, burada oturursan, mən telefonumu qoyursan, deyirsən, qoy yığılsın. Günlərin bir gündə gəlib deyirsən, tabi sahib telefon qoyuruq, sən də sağ ol var ol, nə elədin sağ ol. Mən əyləməliyim, əyləməliyim. Əyləmirlər, qardaş. Ben kime kullanacağım? Başım çıkardım yani. Başım Hemen işte sen beğendin. İndi, əgər eyni adamlardırsa, mənim nə interesim ola bilər? Mən buradan pul mu qazanırım? Yox. Sağ olun, var olun, elə də başım ağrıydı, bunu yağdı, qoyma. Allah sizdən razı olsun deyib, mən çəkilməli deyiləm. Bəli, Allah sizdən razı olsun. Burada pul qərin var mı? Sağ ol, var orada qazancım var. Yəni söhbət belə çıxır ki, hər kəs öz imicinə görə, hər kəs öz ad. Allah hamısına razı olsun deyil, mən heç kim istəmək, heç kim haqqında bir söz demək istəmək. Ancaq cübbələn düz etiraz. Bir dənə nömrə olmalıdır. Əgər doğrudan da bu azbirlik qəbullanırsa, azbirlikdir, bax bu bizim elimizindir, obamızındır. Allah Teala gözəl günlər göstərsin. Allah Teala bax bizləri bax gözəl, belə bir şəkildə bir yerə yığsın. Pis işlər olmasın. Pis işlər olanda öz evimizə yığılırıq, evimizin evinə yığılırıq. Ayrı işlər olanda biz sizi tanımırıq. Belə bir şey olur mu baba? Hələ bir ayrı sözlər də deyil. Bax, insan nəfsinə bağlıdır. Bizi bu nəfs elə cəhənnəmə də aparır. Allah Teala ona görə də deyil. Var qardaşım, ələ verir, qardaşıq deyib, bax belə gözəl səviyyədə, gözəl şəkildə bir-birimizə can deyib, bir-birimizi bağrımıza basmaq deyil mi qardaşım? Təhcə bu gün üçün yox ha, bu cəmiyyəti, bu gözəllik, belə bir gözəl şəkildə bizim aparmağımızın yeganə bir dərdi var, Allah dərd verməsin. Onu da gələcək nəslimizə. Baxın ki, deyirik, böyük pakelilə öləndən sonra ölüm haqdır.
Öləndən sonra bu nəvələr qabağı da tanımır, nə olacaq, təmiz ayrı bir cüya. Biz bu gözəlliyi, bu qardaşlığı, bu adət-ənənəni, bu birliyi elə ona əlləşirik də qardaşım. Bizim burada qazancımız mı var? Bizim burada qazancımız mı var? Ayrıda işləm mi var burada? Nə qarışdı? Nədir? Bax, bu qardaşlıq, bu gözəllik, bu birlik, bu ənənə, bu bizim adət-ənənəmiz bizim gələcəyimizə, balalarımızdan da nəvələrimizə, balalarımız bizdən də gözəl işlətsinlər bunu. Allah hər birində razı olsun. O Görək Bayram qardaşımızdan deyək, o demək istəyir, bəyəndiyimiz gözlərlə bir Allah canına can sağlığı olsun. Allah sözü var eləsin. Aşağı Her sözüm ondandır ki 15 yıl bundan da var. Öyle ki ne bir birliğimiz var idi, ne bir aksakalımız, başçımız var idi. Mesela müracaat eylesin. Allah canına can sağlıksın kardeşim. Çok. Hamımızın. Hazırlığı yaratırsınız. Hamıya el tutursunuz. O vakti 11 yıl bundan da vakit geçti deyilende hamı yığıldı. Az da olsa hamının bu da zahmeti var. Siz başta olmadan sizi yaratmadınız, bunu yarattınız. Allah sizi böyle etsin. Bu elin çok güzel iş. İnsan da yaşayır, kazanır. Eli için məktəb tikir, körpü tikir, geçit tikir, yol düzeldir. İnsan puluna vermez, özünü yaparmayacak. Hiç kim özünü hiç yaparmıyor. Allah canınıza can sağ olsun. Siz bir aksaklar bir aksaklarlık yaşandı, ağıllandı, elədi, hareketlendi, gördüğü işlendi, aksaklarlık el onunla görüyor. Sağ olun, var olun. Ben o biri onu da görmek istiyorum ki sizin gelecekte fikriniz ne? Bu elimiz için ne yapacaksınız? Fikriniz ne? Ne yaratmak istiyorsunuz? Ne elirsiniz? Sağ olun, eliniz için elirsiniz. Gelecek için ne yapacaksınız? Var. Onu da indi hamımız pişirəşmək. Onu bilmezsem sağ olun. Görək Rasim qardaşımız da deyir, öz fikrini bildirsin. Akşamınız xeyir olsun. Allah gəlsin dəqiqədə qulaq asın qardaşlarımız. Hamımıza hörmət var bir-birimizə. Əmrəllə və qardaşlar rəngimi 11 ildir bu cəmiyyət yaranmalı. Allah canını sağ eləsin. Rasim Mamedovun. Hamımız. Hər birimizin bayram qardaşlarıydı. Sağ olsun başçılıq edib bu cəmiyyətin yaranmağında. Burada oturan qardaşların hər birinin az da olsa, hər bir kəsin burada pateşkası var. Allah canınızı sağ eləsin. Yəni, ölümüzdür, dilimizdir, elimizin evidir, başlasız olmaqla hamı buradan yola düşür. Allah canınızı sağ eləsin. Yəni, o orada oturan qardaşlar burada heç biri zərrə qədər burada xarışlar var ki, buradan heç kim xeyir görmür. Allah canlarını sağ eləsin. Sağ olun. Sağ ol. Sonra kim? Orada kim var? Vera kimdir? Bəzi qardaşlar hamı gələm, xoş gəldiniz evdən. Çox sağ olsunlar. Bizim Elman qardaş gözəl bayaq misal sual verdi ki, çünki Elman qardaş bizim elə bu azbirlik qurulta yaranan bir gündən həm çox gürültü yaratmışdı. Bütün Elba, Artoba dayanma. Sonra da 15-25 nəfərdən ibarət Eloba seçdi bizdən müzakirə. Öz hər kətdən 4 nəfər. Elə bir ki, o 16 nəfər özümüz içimizdə parçalana getdik, yavaş-yavaş. Bugünkü gündə yığılan qardaşlar heç kim yoxdur. Nizami qardaş bayaq deyir ki, belə bir qəsablar var, amma özü bu cəmiyyətin içində olaraq o sakitcə çıxdı, vardı, getdi. Qaldı orada 5-6 nəfər qardaş. Bugünkü günə də ki, bu qurultay parçalanmağa qoymayan qardaşlar hamısı 5-6 nəfərdən ibarət qaldı da və çünki bu kökündən qurulmuşdur. O dağıtmaq çox mümkün deyil. Çoxlar, bax o cəmiyyət deyirsiniz, raz-raz cəmiyyətlər çəksiniz. Onlar hamısı istədik bu cəmiyyət parçalayalım. Biz bu uğurda nələr keçdik, hamımız qoymadıq parçalanma. Yəni, büyük gündə el də sağ olsun ki, bizim
arkamız oldu. İnanan da oldu, inanmayan da oldu büyük günde. Yine ki azbirlik cəmiyyəti kökündən yanıldığına görə, kökü olduğuna görə və parçalanmadı. Belə də bax, durub gedirkən qabaqda. İndi yenə də kimlər inanır, kimlər inanmadı. İnanan da sağ olsun, inanmayan da. Yenə ki biz davam edirik. Sağ olun. Allah razı olsun. Allah razı olsun. Görən Hər şey yaxşıdır. Bir dənə normal sistem qurmaq lazımdır. Bu sistemi yenə də qura bilmirik ki, bilmirik. Nəyə görə biz birləşə bilmirik, onun cavabını kimdir, kimsə deyə bilər. Bax, birinci o lazımdır, ondan sonra onunla ilgilenmək üçün, bax, bir bölümümüz desə ne? Biz bilmək istəyirik, yığılacaq, bir sonra yerlər. Allah razı olsun. Yığmaq lazımdır, nəyə görə yığılacaq? Yığılma hamı çağırmaq lazımdır, hamı. Oldu, Allah razı olsun. Sonra təşəkkür Bu güzel birlikti kardeşler. Bu kardeşlik hiçbir yerde yoktu. Az birlik demek yok ki, birlik, bizim kabal birliği bir olmalıydı. Biz hakikaten burada çok güzel emeller, çok tam bir destek. Her bir insan buradan boş qayıtmırdı. Hiç kim bilmez ki burada gelip nəsədə şey eşitdi. Her bir insan burada destek alıp, güzel imanla, dinle yola salınır. Deyip güle. Ona göre bu birliği korumak lazım kardeş. Kardeşlik lazımdır, birlik lazımdır. Var olun, sağ olun kardeşler. Biz bu grup deyirik ki orada bu grup var, burada bu grup var. Bu grupları biz öz elimizdedir. Biz o grupa da yazdırırıq, bu grupa da yazdırırıq. Birincisi bize grup lazım değil. Niye biz ildə bir dəfə yığılmalıyıq? Biz her cuma günü yığılaq, 10 gündən bir yığılaq. Hamı öz fikrini burada deməlidir. Düz deyildi, bu pul yığır, özünü belki de göçək göstərmək üçün kəndə gedir, yox. Belki de kömək edir, onun öz fikridir. Biz birinci növbədə buraya yığılmalıyıq. Bizim burada, özümüzün burada birinci meçidin içi deyirlər, qardaşlar. Burada özümüzün bu sadəcə dokumenti olmayanlar var, qadınlar, dul qadınlar var, nə bilim mən, işsiz cavanlarımız var. Biz Rasim qardaşlarla bu məslahat eləmişik ki, cavanları bir yerə toplayaq. Əgər biz 4 yerə bölünürüksə, biz cavanları nə tər toplamalıyıq? Biz ildə bir dəfə buraya yığılmaqla bu cavanlar toplanmaz. Biz həftənin 5-ci günü yığılaq, 10 gündən bir yığılaq. Hamı öz uşağını buraya göndərsin. Biz özümüz yönləndirməliyik ki, ay cavanlar, bax bu yolda olmalıyıq, belə olmalıyıq. Biz birinci növbədə burada olan problemlərimizi də rişət eləməliyik. Burada olan qadınlar var, kasıb uşaqlar var, işləyə bilmir, işdən təmin etməliyik, tapmalıyıq. Niyə bizim cavanlarımız deyirik ki, o toyda dava salır, burada dava salır? İşsizlikdəndir. Yığılırlar bir qrup orada, onu deyirlər, pullarlar, bunu deyir, pullarlar. Bu, böyük bir faciə ola bilər. Ona görə də ki, biz şükür Allaha, özümüzdə də var işdən təmin etməyə, cavanlar yığılmalıdır. Bizim öz problemimizi biz birinci buradan, yığılıb burada məslahat edin, öz problemlərimizi rişat edəsək, bizə o qrup heç nə elə bilməyəcək. Əgər biz buradan başlasaq bu problemlərimizi rişat eləməyə, o qruplar özü qalacaq qıraqda, onlar da geri buraya gələcək. Ona görə ki, bu qrup buradan başlayıbdır, hamı buradan başlayıbdır. Düzdür, hamı deyir, Rasim qardaş sağ olsun, Mehdi qardaş, əlbəttə sağ olsun. Bunu biz deyə, öz fikrimizi demiriksə, bu cəmiyyət nə tər ola bilər? Əlbəttə, Rasim qardaşın gördüyü işini demək lazımdır, bunu el görür. Bəlkdən hamı palçılıqda ölümüzü götürürdüksə, indi istəyirdə hamısı şərait var. Bunu heç deməyə ehtiyac da yoxdur. Amma biz öz fikrimizi deməliyik, qardaş. Burada olan problemlərimizi rişat eləməliyik. Bu problemləri biz rişat eləsək, biz hər cuma günü buraya yığılsaq, ildə bir kərə mən sizinlə razı deyəm. İldə bir dəfə ilə iş rişat olmaz. Ayda bir dəfə yığılaq, 2 dəfə yığılaq. Biz öz cavanlarımızı yoluna qoyaq, öz kasıblarımızı, burada imkansızları birinci qaldıraq. Düzdür, kənddə, o da bizim də kəndimiz. Hələ biz birinci burada o qədər problemlərdə yaşayan insanlarımız var. Onlara kömək eləyək, dokument düzələsidir, işləmi təmin olasıdır. Ondan sonra bizim cəmiyyətə, bu cəmiyyətə hamı özü gələcək. Bizim əməllərimizlə buraya yığılacaqlar. Bizim əməllərimiz olmasa belə, buraya heç kim də yığıla bilən deyil. Hələ bir tərəfdə bir söz gəl, bu cəmiyyət dağıla bilər. Bu 4 qrupdur, 5 qrupdur, bölünmək lazım deyil. Hamımız bir qaydada bu qrupları silək, bir dənə qrupumuz olsun, bir dənə insan səs göndərsin ki, qardaş, bugün bu iş var,
Hamımız yığılaq gələk, ya telefonla nəsə köməyimiz var, onu eləyək. Sağ olun, çox sağ olun, dinlədiyinizə görə. Bir dəfə deyək ki, çox qardaşlar burada bəzi cümə günü həmişə yığılırlar. Məsələn, ya hər birinci cümə ayın, ya hər axırıncı cümə, məsələn, deyək ki, namaz vaxtı saat 2-ni yaxsın. Saat 12-də, məsələn, cümə günü. Hər ya ayın axırıncı cümə, ya birinci cümə. Yəni, yığılmaq olar, mənim təklifim bu deyək. Ki, başqa vaxtı, yəni, insanları məşğul eləməyəsən, saat 12-də məsələn. Xacə bir kütlə yığılsın, ayda bir dəfə məsələn. Müzakirə üçün, kimin də sözü var, kimin də nədən üçün, bax, bu təklifi yerim. Bu bir şey də mən əlavə edeyim. Allah razı olsun. Bu uzun müddətdir, birinci dəfədir belə yığılır bu şəkildə. Bilinsin ki, gələn dəfə yığılanda inşallah hər kəs artıq qafasına qoysun ki, mən orada nə deməliyim. Çünki hamı elə bir ki, heç kim bilmirdi nəyə yığılır. Hər kəsə bir maraq var idi, xeyir olar. Nə yığılacaqdır, nə olubdur. Ancaq artıq bildik ki, bax bu qayda yığılacaqdır inşallah. Gələn dəfə yığılanda çox istəyərdim ki, bax elə özü qardaş kimi əlini qaldırıb desin ki, mən demək istəyirəm. Bax bunu demək, bunu demək istəyirəm. Doğrudur. Çox gözəl qeyd elədim. Allah razı olsun. Bax istəyərdim ki, içimizdən 10 adam, 15 adam əlini qaldırsın desin ki, mən də hazırlıqlı gəlmişəm. Yəni mənim də bax deyilə sözlərim var. Ona görə də qardaşlar, indi bu birinci dəfədir, eybi yox. Buna min şükür görüşdük. Bu görüşü milyona dəyişmək olmaz. Bilək ki, bax biz birik, qardaşıq, bir-birimizin arxamızdayıq. Deməli ki, şəxsən mən azbirlik adına, bu qardaşların adına mən fəxr edirəm. Ki, doğrudan da biz bu qədər vaxt boşa getməyib bizim əməlimiz. Yəni, biz hay deyəndə buy deyib gələn qardaşlar. Allah hər birimizdə razı olsun. Allah razı olsun, Allah hər birinizə ömür versin. Kiminsə indi sözü varsa elə bilən bir saatda hamının işi gücü var, gedəsidir. Sözü varsa, demək istəyirsə desin. Yoxsa elə bilən bununla da Allah hamdan razı olsun. Gəldiyiniz əyəkləriniz var olsun. Fikirləriniz bildik. İndən sonra da yığılacaq. Ağsaqqallar Şurası yığılmalıdır. Zaman ödü onu gördü, bunu bildi. Yəni görürsəm Allah mənə razı olsun. Allah bayram. Yəni hər bir insanlar razı olsun gələnlərdən buraya. Marif gözəl bir söz dedi ki, bax o fikirində ürək fikirdir ki, biz varıq. Çox söz var, Hasan. Canı sağ olsun. Nələr gəldi, var. Buraya elə deməyə yığılmışız. Marif, indi sana bir söz dedim. Düppən düz deyirsən Marif. Geçər, zaman, vaxt. Hamı, mən de yerə deməsin. Büyük, söhbət yok. Vaxt, zaman, hər bir şey öz yeri göstərəcək. Və qardaş güzel bir sözlərdir ki, biz əməllərimizlə, gerçəkimizlə, yəni o demək deyil ki, mənə yığılmalıyıq Razborkiya, harası oldu. Bu yaxından bir söhbətdə oldu, bir qardaşın söhbəti idi, Ağsaqqal. İndi ordaya oğlan elə bilirdi ki, biz bunun tərəfinə dəyişik. Asla. Başımızın üstələ durur. Neçə ki, biz varıq, azbirlik cəmiyyəti, elə bir şey hamısınız. Biz haqq adalətin arxasında olmalıyıq. İndi mən o söz deyirəm ki, heç birimizin başımıza artmaq istəmirik. Biz əməllərimizlə, yenə deyirəm, yığılmağa yerimiz də var, söhbət eləmək yerimiz də var, yardımda da varıq. Hər bir səviyyədə şükür Allah'ın böyüklüyünə. İndən sonra biz keçirəcək Domruzbada sevişənlərimizi, Ziyarqab doktorumuz oturur burada, əli doktorumuz. Bütün şəhər daşı, qardaş var. Mən istəyərdim ki, bir gəlmə orada bu sözündə, Allah ondan da razı olsun. Bu dəyərli olmalıdır. Hər birində dəyər verməyə bacarmalıyıq. Bu qardaşlar desin, mənlə biləm, Allah hamımızdan razı olsun. Sağ olun. Ben bir kronologiya etmek istedim. İslam dili yaralarından 1400 yıl vaxt çekimler misal için. Peygamber sallallahu aleyhi ve sellem'in bölümünden sonra İslam dini parçalandı da 70'ten çok bir yere parçalandı. Onun içinde büyük bir
tərəfkeşlər var, sünnilər, müsəlman misal misal gətirirəm. Nəyə görə? Milləti ayırmaq üçün. İndi misal üçün bizdəki bu dayılar, əmilər deyir ki, burada həqiqətən o qədər qruplar yaranır ki, допустим, bir pulu buraya ölürsün, bu pul, o hər bir insan o pulu olur, öz Allah'ın altında, öz üçün yapır. Heç bir insan üçün, insan o pulu yapır, Müslümandır. İndi biri deyir ki, gəlirsən, ay buraya da pul yollar, ay buraya da pul yollar. O da indi düzdür, indi siz də ki, başçı olmaq üçün, siz o məsələyi işət edilib, siz yalnız bunu işət edilməlisiniz ki, biz də ki, bu nə qədər katta biri olmalıdır, misal üçün. Bir də ki, geride qaldı da bizim cavanlar var, tələbələr var da, misal üçün. Mən özüm yolları keçmişəm, oxumaq yollarını keçmişəm. Bizim tələbələrə köməklə... Qardaşlar, bir dəqiqədə qulaq asar, biraz sahiq dua. Kiminsə də üçün kömək nəsə lazım tərəfdən bizdə ki, misal üçün, həmişə hazırıq, kiminsə kömək eləmək nətər, объяснить, показать, что, как это все делать, потому что мы это сами будем прошли, bağışlayın üstüne danışıram, biraz çətinlik gəlir, biz atabilirim danışmağa. Onun için de kiminsə kömək lazım olsa, cavanlara biz də şu duvar vermək razıyıq. Allah razı olsun. Sağ olun. İndi yenə də deyim, baxın, bir dəqiqəndə də, onlar sizə deyək ki, orada paraq Allah hamıdan razı olsun. Hər birimizdə büyük gündə bu oturan qardaşlar, hamısının məntiqi var, fikri var. Bu, indi biz bunu niyə bildirdik ki, azbirlik cəmiyyətdə aynı günür da, nəsə eləyəndə? Uca biləcəkdir, harada olmalıdır, hara düzgünlükdür. Bizə də qoyun Allah güc versin ki, Allah Qazaxstan torpağımızı yaşatsın, Allah Qazax millətinə razı olsun, düzgünlüyü, haqq ədalətin arxasında biz olaq ki, ondan sonra millət oraya gələcək. Allah millətimizdən razı olsun, Allah hər bizdən razı olsun, Allah hər bizim önümüzdə həmişə xeyir işlər, gözəllik, huzur, o demir mi, toy, nəvə, sünnət toyuna gəlmiş olalım. Allah razı olsun. Sağ olun, var olun. Gələn görüşlərdə inşallah Marif qardaş orada bəyan Marif, bu günləri olan, bugün birinci yığıncağımız idi, ola bilsin, nəyəsə axıra kimi demədim, eyb yox. Gələn yığıncağımızda inşallah yenə bildirəcək, yığılarıq. Bax, elə Marif qardaş dediyi kimi, bizə o söhbətlər lazım. Qıraqda, bucaqda nə danışılır? Cəmaat nədən narazıdır? Nəyi düz görmürlər? Nəyi, bax, qruplar haqqında dediniz, biz onun izahatını verdik. Yəni, biz bir cəmiyyət olaraq, bir qurum olaraq, bir təşkilat olaraq, biz demiş artıq qrupu qoymuşuq. Əgər böyürdən başdan kimsə özünü, nə bilim mən, nətər aparırsa, özünün imici üçün, özünün adı üçün, özünün ağsaqqallığı üçün onun şəxsi işi biz oraya qarşı bilmərik. Əgər mən, vilayət qardaşım, sabah qrupu açır özü, 20 nəfərdən, 30 nəfərdən, bilməyir. Qrupu açır və özü o təşkilatın başında özünü durdurub, oraya pul yığıran, deyilib, öz qrupları yoldaşlarım deyir, bax, toka mənim qrupama turuyor pulu. Belə deyirsə, mən gedib onunla dalaşa bilərəm. Və yaxud Mehdi, vilayəti, Mehdi, sabah mən özüm 30 nəfərdən, 40 nəfərdən qrupa yarada bilərəm. Hər birimiz yarada bilərəm. 40 nəfər yaxın qaqalarımın adını yazacağım və qrupa adını da qoyacağım qaqalar qrupu. Və qaqalarım, pul heç ərə getməsin, pul sonra qaqalar qrupasına gəlsin. Elə bilərəm, elə bilərəm. Deməli, bu mənim şəxsi işim olmuyor. Mənim özlər biz ona dur deyə bilmirik. Amma deyilməlidir. Deyirik, yəni, artıq fikir bildirilibdir. Şəxsən mənə deyən olsa ki, sənin artıq fəaliyyət göstərmə, ay toba, vallahi, billahi, tallahi, həmən gün blok qoyarım. Deyərəm, birdən fikirləşərəm, mən burada qazancım zadım var. Qışqədərəm mən, dəliyəm mən, yıqaram mən da. Nəsə narazılıq var. Ay toba işlətmərəm. Deyərəm, cəmat belə dedikodu başlayacaq ki, Mehdinin xeyrindən oradan əlləncə. Qazancı var sana ki. Deyə bilərlər, o qədər artıq göçərəm. Mən işlətmərəm şəhət. İndi işlədənlərin də Allah canı sağ olsun. Biz oraya da qarşı bilmirik. Hər kəsin özü bilər. Biz öz işimizdən danışaq, öz fəaliyyətimizdən danışaq, biz bu qardaşlıqdan danışaq, biz bu gözəllikdən danışaq və bu gözəllik, bu qardaşlığı davam edir. Allah hər birimizdən razı olsun, hər birimizi bağrıma basıram, hər birimizi görməyə çox şad oldum. İyi ki varsınız, iyi ki bu qardaşlıq var. Allah razı olsun.